Xəzərə tullantı su axıdan qurumun 12.500 manat cərimələnməsi üçün məhkəməyə müraciət edilir. Reallıq TV xəbər verir ki, bu barədə 11 sayılı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib. Onun sözlərinə görə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sədərək və Binə ticarət mərkəzlərinin tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntüləri 11 sayılı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq İdarələri və iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yerində araşdırıb. Araşdırma və monitorinq zamanı sözü gedən ərazidəki borunun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındakı nasosxanaya aid olduğu, Qaradağ və Sabahid rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən həmin boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilir. Qafar Ağayev vurğulayıb ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri analiz aparılması üçün boru vasitəsilə dənizə axan sudan nümunələr götürüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12.500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ rayon məhkəməsinə göndərilib. Eyni zamanda nöqsanların aradan qaldırılması üçün iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb.